Salam, hər vaxtınız xeyir olsun. Horizontala aid 2 məsələnin izahına baxırıq. 21-ci sualda sxemə əsasən kəsmə yüksəkliyini müəyyən edin. Sxemə diqqət etsək, burada təqdim olunan sxem çökəklik reli formasıdır. Çökəklik reli formasıdır, çünki vergi iştirakının ucları hamısı içəridir. Kənar horizontalın qiyməti 40 metr verib, daxili horizontal 10 metr verib. Bizə isə kəsmə yüksəkliyin soruşur. Kəsmə yüksəkliyini tapmaq üçün biz sadə olaraq kənar horizontaldan, yəni 40 metrdən daxili horizontalın qiymətini çıxırıq 10 metri. Cavab burada edir 30 metr. Kəsmə yüksəkliyini tapmaq üçün kənar horizontal ilə daxili horizontal arasında kəsmə aralığının sayına baxırıq. 1, 2, 3. 3-dən kəsmə aralığı var. Biz də hündürlük fərqi tapdığımız 30-u bölürük kəsmə aralığının sayına 3-ə. Cavab edir 10 metr. Deməli, bizdə də cavab kəsmə yüksəkliyi 10 metrdir. D variantı. 22-ci suala baxırıq. Kəsmə yüksəkliyi 10 metrdir. Sxemə əsasən M nöqtəsinin hündürlüyünü tapın. Qayda olaraq təpə reli formasında deyirdik ki, yəni müsbət reli formasında deyirdik ki, kəsmə yüksəkliyinə bölünən 153-dən kiçik tam qalıqsız ədəd. Neçə olar? 150 metr. Yəni, daxili horizontalın qiyməti oldu 150 metr. Biz bura 150 metr yazmış olsaq, 10 metr azaldırıq. 140, 130. Deməli, M nöqtəsinin mütləq hündürlüyü nə qədər oldu? 130 metr. Cavabımız Y variantı. Düstur qaydasında isə belə edə bilərik. Çubuqlu bölmə ilə 153 metri, əgər şifahi tapmaqda çətinlik çəksəz, çubuqlu bölmə ilə belə edə bilərsiniz. 10 metrə bölürsünüz 15 dəfə, 150 dəfə. 153-ü 10-a böləndə 15 dəfə, qalıq isə 3 qalır. Düstur qaydasına çevirək bunu. Düsturla tapanda daxili horizontalın qiymətini tapmaq üçün, zirvədən çıxırsınız qalıqı. Zirvəmiz neçə metr idi? 153 metr. Qalıq nə qədər idi? 3 metr. Görürsünüz, eyni cavabı almış oluruq. Yəni, daxili horizontalın qiyməti 150 metr almış oluruq.